Gel hemen sen buraya. 5 dakika nefesler iyi tanıtma. Kimin diplomu? Bizim bugünkü tədbirə xeyli vaxtdır ki, çox həyəcanla hazırlaşırdıq. Rəhim müəllimi hamımız çox istəyirik. Uzun illərdir biz tanıyırıq Rəhim müəllimin bir insan kimi fəaliyyəti, Mətbuat Şurasındakı fəaliyyəti, özünün taleyi. İndi iş də elə gətirib ki, Rəhim müəllimin bu 75 illiyi qeyd edədiyimiz bir vaxtda bizim İranda bu kədərli hadisələr baş verir. 1946-cı ildə Rəhim müəllimin valideynləri, Azərbaycan Demokratik Firqəsinin üzvləri Azərbaycana keçmişdilər və Rəhim müəllimin taleyi də bizim Azərbaycanda, Şimali Azərbaycanda ixaliyə Azərbaycanla bağlı oldu. İndi mən bayaq arzuladım ki, inşallah İrandakı proseslər elə istiqamətdə gedər ki, Rəhim müəllim 80 illiyini bizlə bir yerdə öz kəndində, Təbrizdə qeyd edir. Rəhim müəllimi təbrik edirik, bu günün ürək sözümüz hamımız deyəcəyik. Amma bir də hamımızın elə yaddaşını təzələmək üçün, övladım mən bir biografiyasını oxuyum. 46-cı ildə, deməli, valideynlər 46-da keçibdə Azərbaycana. 3 mart 1951-ci ildə Rəhim Məmmədoğlu Hüseynzadə Gəncə şəhərində anadan oldu. Orta təhsilini 58-68-ci illərdə Gəncə şəhər Beşiktaş orta məktəbdə alıb, 73-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, 83-cü ildə Bakı Ali Partiya məktəbini bitirib. Bu partiya məktəbi məsələsi mənim yadımdan çıxmışdı. Ən yüksək məktəbidir də o, Sovet sistemində. Raykom katibi olmadı. Amma icraçı katibi oldu. Köməkçi də. Pasportun mali olur. Əmək fəaliyyətinə 73-cü ildə yeni yaradılmış Neftçala rayonundakı Oktyabr Bayrağı qəzetinin, sonralar Gündoğar qəzeti məktublar şöbəsinin müdürü kimi başlayıb, mətbu nəşrin ilk sayının işıq üzü görməsində iştirak edir. Qeyd edək ki, bu qəzet 75-ci ildə rəhbərlik etdiyi şöbənin fəaliyyəti əsas tutularaq SSR Jurnalistlər İttifaqının 3-cü mükafatına layiq görülüb. Rəhim müəllim Gəncədən anadan olmasına baxmayaraq əslən Cənubi Azərbaycandandır. Atası Huşiməndi Məhəmməd Hüseynoğlu Cənubi Azərbaycanda 21 Azər hərəkatının fəal iştirakçılarından biri olub. Fədai komandiri kimi 47-ci ildə Sovet Azərbaycanına mühacirət edib, ömrünün sonuna 93-cü ilə qədər Gəncə şəhərində yaşayıb. Bütün bunlara görədir ki, Rəhim Hüseynzadə üçün Cənub mövzusu hər zaman həssas olub və 75-ci ildə Seyid Cəfər Pişəvərinin yaratdığı Azərbaycan Demokratik Firqəsinə üzv qəbul edildi. 77-ci ilin avqustunda Demokratik Firqənin Salyan rayonlar arası komitəsinin katibi seçilməyi ilə əlaqədar iş yerini rayonda çıxan Qələbə qəzetinə dəyişib. Burada da məktublar şöbəsinin müdürü olub, həmin vəzifədə 15 il göstərir. 1987-92-ci illərdə Azərbaycan Demokratik Firqəsinin Mərkəzi İcraiyyə Heyətinin üzvlərindən biri olub. 1992-95-ci illərdə Salyan rayon icra hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışıb. 1995-ci ildə yenidən Qələbə qəzetində yeni vəzifəyə qayıdıb. 97-2004-cü illərdə Vaxt qəzetinin şöbə müdürü, Hürriyyət qəzetinin bölgə müxbiri, Regional Qırçılaq qəzetinin baş redaktor vəzifələrində çalışıb. 2004-cü ilin mayından Azərbaycan Mətbuat Şurasında çalışmağa başlayıb. Həmin ilin iyunundan 2017-ci ilə də Şuranın icraçı katibi olub. 2008-ci ildə Zərdabi Mətbuat Mərkəzinin sədri seçilib. Yaradıcılıq sahəsindəki xidmətlərinə görə Qızıl Qələm mükafatına 20-dən artıq diplom və fəxri fərmana layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülüb. Rəhim Hüseynzadə həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis edilmiş Azərbaycan Milli Mətbuatının 150 illiyi yubiley medalı ilə təltif edilib. Rəhim müəllimin qısa bioqrafiyası budur, arxasında amma böyük əmək, zəhmət, fəaliyyət durur. Bu gün də gördüyünüz kimi bizim diplomlar var, onu təqdim edəcəyik. Eyni zamanda axırıncı
mən oxuduğum Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmış, təsis edilmiş Azərbaycan Milli Mətbuatının 150 illik yubiley medalını biz saxlamışıq ki, bu gün məhz 75 illiyində Rəhim müəllimə təqdim eləyək. Mətbuat Şurasında diplomu da var, onu da indi sizə oxuyacağım. Amma məncə birinci bu deməli ordenlə, medalla başlayaq. Deməli 739 nömrəli medalın vəsiqəsi Azərbaycan Milli Mətbuatının Azərbaycan Respublikasının yubiley medalı ilə Hüseynzadə Rəhim Məmmədoğlu təzif edilmişdir. Bunu inşallah yaxanıza belə vurursunuz, belə baxaq şəklimizi çəksinlər. Diqqət, diqqət var. Rəhim müəllim nətər düşür? Əla düşür. Eləsi də pis düşür. Ora bax. Ora bax, bir də ora bax. Bir də Rəhim müəllim, bunu sizə təqdim edeyim. Onları siz qoyaq bura, biz də növbəti Mətbuat Şurasının diplomunu sizə təqdim edeyim. Azərbaycan mətbuatının inkişafına yönələn xidmətlərinə, Azərbaycan Mətbuat Şurasının formalaşması istiqamətində səmərəli fəaliyyətinə görə və 75 illik yubiley medalı ilə təltif edilir. Rəhim Hüseynzadə Mətbuat Şurasının diplomu ilə təltif edilir. Bunda Rəhim müəllim o tərəfə baxaq, bunda Bir dəfə də çəkirik. Təşəkkür. alındı razı. Alınır, niyə alınmır ki? Rəhim müəllim, sizi təbrik edirik ürəkdən və bugün başqa indi mən məlumat verəcəm, başqa diplomlarımız da olacaq. Əlbəttə sizi alqışlıyoruz, sizi sevirik, sizi öpürük. Burada sizin uzun illər sizi tanıyan adamlar qış eləyəcəklər, öz sözlərini deyəcəklər. Burada indi bizim jurnalist ictimaiyyətin nümayəndələrindən başqa tələbə dostları var, qohumları var. İndi çıxış elədikcə hamısı barədə də məlumat verərik. Amma bizim ilk sözümüzü istəyirəm, deməli, Rəhim müəllimlə uzun illər bir yerdə çalışmış, çoxlu xatirələri olan, bizim hamımızdan da onu ən yaxın tanıyan, bütün cikinə-bikinə bələd olan hörmətli Əflatun Amaşov Xalq qəzetinin baş redaktoru. Əslində məruzə eləməm, elə məruzə kimi olacaq o çıxışı, amma biraz çox rəsmi yox. Biz xahiş elədik ki, ondan sənlə bağlı belə bədii xatirələri də danışsın, lirik xatirələri də danışsın. O Əflatun müəllimin insafından asılıdır. Buyur Əflatun müəllim. Teşekkür ederim. Ben size teşekkür ederim. Hamınıza teşekkür ederim. Ben bu tedbire gelmemişten de düşündüğüm şey kimler olacak orada? Özüme düşünüyorum. Ve ben emin oldum ki orada rəhimlərini isteyen adamlar olacak. Çünkü kimsenin hamısı məqsədləsə bu tedbire gelir. Ve özümde toxtalıq tapdım ve düşündüm ki ben rəhimlərimin bircə fəaliyyətimizi ben düşündüm, necə tanış oldum. 2004-cü ildə Mətbuat Şurası yeni yaranmışdı. Problemlər də çox sözün düzü mətbuat olmadı və asıb kəsən oldu. Hər şeydən yazırdı. Hətta bir dəfə bu Heydər Əliyev son zamanlar onun çıxışını gördüm. Dedim, məndən yalnız 2 qəzet il ərzində 100-ə yaxın tənqidi yazır. Hamıdan yazırdılar və bir anlayış var idi. Reket jurnalistləri kifayət qədər çox idi. Fakt əlinə keçdi, keçmədi. Başlayıb, Azərbaycanda elə bir şəxs olmazdı ki, onlardan yazı yazmasın. Bizim də məqsədimiz mətbuatı saflaşdırmaq idi. Və mən Rəhim müəllim Qırçılar qəzeti Mətbuat Şurasının üzvüydüm. Və bir-iki dəfə görüşdüm Rəhim müəllimlə və söhbət etdik. Baxdım, yox, nəsə ağır təşkil olur. Sözümüz bir gün gəldi, dedim, Rəhim müəllim, bu rəşə jurnalist yazarlar vardı. Dedim, mən sizə siyahı hazırlıyorum. Gətirdi, təqribən 34 qazetin çıxasını ki, dedi, bunlar gəlirlər rayonlara da, rəhbərlər də təmin edir, nəsə pullat istəyirlər, nə edirlər. Nəsə biz rəhimlərindən fəaliyyətə başladıq və elə bir müddət idi ki, Mətbuat Şurası 2 otaqlı ofisdə yerləşir, Rum ofisi idi. Pul yox idi. Ayda adama 20 dollara biz işlədik, uzun müddət. Və Rəhim müəllimin iş qabiliyyəti o qədər yüksək idi ki, demək o Mətbuat Şurası bütün sənədlərini yenidən işlədik. Qaydalar işlədik, müraciət formalarını işlədik, şərtlərə baxdıq, hər ay 2 dəfə iclas keçirdik və yavaş-yavaş Mətbuat Şurası ayağa qaldı, işlədi. Və belə bir məqamda adama ayda bir 20 dollar, 30 dollar alırıq.
gecə səhərdən başlayırıq və mənim də bir köhnə maşınım var və Rəhim müəllimə saat 2-də, 3-də gedirik evə. Və belə bir məqamda Rəhim müəllimə biz təklif gəldi. Yüksək maaş, yüksək vəzifə, yüksək imkanlar, otaq balacadır. İçinə oturmuşam öz otağımda, Rəhim müəllimdə oturur kimsələ danışır, eşitilir səs. Nəysə, o zamanda mətbuat şurasının bəzi qüvvələr də sevmir. Gözləmirdilər ki, mətbuat şurası belə sərt, həm hakimiyyət tərəfindən, müxalifət tərəfindən belə sərt mövqe tutsun. Və belə bir məqamda Rəhim müəllim baxdım deyir ki, mən nəsə deyirlər ki, forma tərəfində, dedi ki, mən elə kişi yanındayım, biz işləyirik, xahiş edəcəm, mani olmuyor. Və o gündən və həmin sözdən sonra Rəhim müəllimlə mənim münasibətim daha da istiləşdi. Bir yerdə gidik, bir yerdə işlədik və bəri başdan deyim ki, mən Rəhim müəllimə onun bir rəhbərin işçiyə baxdığı münasibəti, heç vaxt Rəhimlə bir sevdik. Bir dost kimi işləmişik. Və bu məqamdan sonra Rəhim müəllimlə kifayət qədər bir yerdə işləməyə başladıq. Deməli, Rəhim müəllim çox etibarlı, iş yerində sədaqətli insandır. Etibarlı dostdur. Heç bir dostun arxadan madalar. Yəqin siz Rəhim müəllimin xüsusiyyətini bilirsiniz. Sonra bir müddətdən sonra Allah rəhmət eləsin, Rəhim müəllimin həyat yoldaşı. Bu da belə idi ki, rayonunda, toyda uşaqlarla yoluna keçirmişdir. Baxıb bir maşın gəlir sürərlə. Uşaqları tez keçirib, öz arxada qalır. Maşın qurmuşdur Rəhim müəllimə və Rəhim müəllimin yoldaşını, Rəhim müəllimin yoldaşını diqqət edək. Bir müddət keçdi, sonra Rəhim müəllimə söhbət etdik ki, adam yaşlarını tək çətinlikdir, Allah qızlara, sağlığı versin, öz həyatları. Rəhim müəllimə görə kişiyə baxmaq çox çətindir, özdən baxmaq çox çətindir. Mən nəsə Rəhim müəllimi tərk etdim. Dedim, Rəhim müəllim, siz bu evlənmə sözünü işlətdim və baxdı Rəhim müəllim mənə xeyli qəmləndi. Burada gözləri yaşardı. Dedim, mənim səndən bir xahişim var. Dedim, işləyirəm. Dedim, mən öləndə çalışın məni onun yanına gətirin. Bu da məni çox həddən artıq tutdu. Çünki mən bu vaxta qədər düşünürdüm ki, çox dəyərlər var. O dəyərlərin içərisində mənə elə gəlir ki, ailə dəyəri ən üstündür. Elə sən ailə dəyərini qiymətləndirməsən, dostların qiymətini bilməzsən, dövlətin qiymətini bildirməzsən, öz xalqın qiymətini bilməzsən, mən hər şey ailə dəyərinə başlayır və Rəhim müəllimin bu keyfiyyəti mənim bu sahədə düşüncələrim tam olaraq o andan sonra mənim Rəhim müəllimlə onun elə düşüncəsi, ailə elə qüvvət verməsi mənim fikrimdə bu sahədə düşüncələrim daha da möhkəmləndi. Daha da ailə dəyərindən başqa dəyərlər nisbətən aşağıdır. Əgər ailə dəyərini qiymətləndirməsə, inan ki, vətənli qiymətləndirir. Və o ki, Rəhim müəllim peşəkarlığı, siz yaxşı bilirsiniz. Rəhim müəllim mənim Azərbaycanda tanıdığım peşəkar jurnalistlərdən biridir. Bəlkə birincilərdən də biridir. Ona görə 2004-cü il gəldi mətbuat şurasına, 2005-ci ildə heç Rəhim müəllimin xəbəri olmadan, bəlkə də öz imkan verməzdi ki, mən onun adını siyahıya yazdım, əməkdar jurnalist adı almaq üçün. Mən Rəhim müəllimin adını yazdım siyahıya. Özü altın siyahıda oxuyanda dedi, bu mənəm, belə təcrübə elədi. Və mən bilirəm ki, düzgün qərar vermişəm ki, Rəhim müəllim kimi peşəkar bir insandan, doğrudan da peşəkardır. Azərbaycanın ən belə qələmi olan, sözü olan, prinsipi olan, müəyyən hadisələrə ciddi, vətəndaş mövqeyi olan bir insandır. Və sonra bir xeyli işlədi Rəhim müəllimlə. Həmişə o hadisələri görəndə Sokratın bir fikri var. Deyir ki, xırda adamlar, xırda düşüncəli adamlar insanları müzakirə edirlər. Orta düşüncəli adamlar hadisələri müzakirə edirlər. Qlobal düşüncəli adamlar artıq daha böyük, qlobal düşünürlər. İdeyalar müzakirə edirlər. İdeyaların arxasına gedirlər.
Və artıq Rəhim müəllimlə 10 ildən çox işləmişdik. Rəhim müəllimlə bir söhbət elədik. Və dedi Fatma, mən Azərbaycan Demokratik Firqəsinin üzvüyəm. O vaxt Salyanda olan onun rəhbər olmuşdu. Qana rəhbər olmuşdu. Və bu sahədə, bu təşkilatda çox ciddi problemlər var. Rəhbərlik ayrıdır, başqa şey danışırlar. Mən istəyirəm ki, artıq bu yaşımda mətbuat şurada çox işləmişim. Həddən olaraq Rəhim müəllim mətbuat şurasında hər gün səhər tezdən gəlib axşama qədər gedir. Mətbuat şurasında bütün qərarlarını, əgər bir tarixi bir ekskursiya edəsəniz, mətbuat şurasında o görüşü var. Demək olar ki, Rəhim müəllimlə bağlıdır. Amma olaraq. Mən bunu etiraf edirəm. Və Rəhim müəllim mən daha çox qlobal məsələlərlə məşğul olmaq, ideyalar arasında getməkdir. Cənub Azərbaycandan danışdı, o Türkiyədəki demokrat firqədəki olan problemlərdə danışdı. Dedim, mən istəyirəm ki, gücümü icazə verirsinizmi? Mən bu xeyli fikirləşdim, dinləşdirəm mənim fikirdir, mən onu necə saxlayayım, neyim? Və beynimdə başqa adam gəzdirmiş, kim onu əməl edə biləcək və əmin oldum ki, heç kim əməl edə bilməyəcək. Və Rəhim müəllim 66 yaşı olmaq üzrəydi, böyük bir tost hazırladı, elə burada. Ya 66 yazdıq, vilayət üzvlərinin çoxadı, onlar da təcrübə edilər. Rəhim müəllim getdi. Rəhim müəllim dedi, mən o işlə məşğulam. Çalışdı, artıq az müddətdən sonra Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin sədri seçildi. Və indi görürsünüz, nə qədər düzgün istiqamət götürüb ki, qiymətləndi bu hadisələri. İndi isə Cənubi Azərbaycanda bir anda müəyyən olaylar baş verir. Axırı necə olacaq bilmirəm. Bizim Azərbaycanlar nə dərəcə aktivdir bilmirəm. Ancaq bizim Azərbaycanların təşkilatı mən çox şey asılı olacaqdır. Və Rəhim müəllim, siz mənim nəzərimdə, mən özümü ən çox yaxın sandığım, sözün əsl mənasında, yüksək qiymətləndiyim bir insansınız. Və sonra düşündüm ki, Rəhim müəllimə nə hədəsidir? Elə bir saat, Yaponiyanın Argen saatı, belə fikirləşdim ki, elə bu saatda daxım qoluna Allah uzun ömür versin və ömürlü bir müddətdə ömründəki vaxtları bu saatla müəyyən etdirsin. İndi sizin icazənizlə bu saatı mən Rəhim müəllimin onu taxın. Ola bilsin, bu seti böyük olsun, onu gələrsiniz, onu bir yerdə Rəhim müəllim gəlir. Hansı konuda çalışırsınız? Biraz arkaya durun onda. Kolunda saat var. Biraz büyüktü onu. Saatı şeyler. Biraz büyüktü ondan çıkardı. Gözümü çıkartarsınız saatı. Çok sağ ol. Fatma aldık diye. Çok sağ olsun. Güzel sözler dedi. Böyle çekim bizim saatı. Dikkat. Var. Evet. Çok sağ ol. Teşekkür ederim. Saatin qabını da verin. Yoksa ha. Bu deməli stolumuzun üstündə hamımızda Azərbaycan rüznaməsi var. Azərbaycan Demokratik Firqəsinin orqanı 11-ci səhifəsində də Fatma müəllimin təbriki var. Mübariz bir ömrün zirvəsi, Vətən Söz və Azərbaycan Demokrat Firqəsi və Azərbaycan Demokratik Firqəsinin üzvləri milli mübarizəmizin fədakar nümayəndəsi, sədaqətli və etibarlı dostumuz Rəhim Hüseynzadəni bu iki məndi təbrik edir. Axırıncı səhifəsində yenə ADM-nin 7-ci sədri, Milli Vicdanın səsi Rəhim Hüseynzadə Demokratik Firqənin Mərkəzi Komitəsinin adından yazılar dərc olunub. Burada içərisində həm Seyid Cəfər Pişəvərinin, digər bizim cənubdan olan şairlərin şeirlərindən var. Deməli, eyni zamanda bizim burada bu samballı bizim bir diplomumuz, təbrikimiz var. Onu da yenə Azərbaycan Demokratik Firqəsi hazırlayıb. Pərviz Kazıminin imzası ilə mən dəvət edirəm Pərviz Kazımini və Səməd Bayramzadəni gəlsinlər, diplomu təqdim eləsinlər təntənəli, sonra ürək sözlərində deyərlər. Buyurun. Dikkat. Var. Eynən yoxdur, mən üzrlü hesab edeyim. Azərbaycan Demokratik Firqəsinin
rəhbərlərinin milli mübarizə yoluna ləyaqətli davamçısı, təşkilatın adını daima uca tutan Seyid Cəfər Peşəvər yolunun davamçısı, ictimai xadim ADF-nin 7-ci siyasi rəhbəri Rəhim Hüseynzadə Xoşbəxtli. Təbrik edirik, çox sağ olun. İndi buyurun oradan elə keçin ürək sözlərinizi. Pərviz mənim belə məsləhət gördü ki, birinci mən tanışım. Hə, buyurun sana. Mən özüm bir fədai balasıyam. Mənim atam, deməli, Rəhim müəllimin atası ilə o sırada. Deməli, o mübarizə, böhran dövrü keçirdəndə keçiblər Butaya. Yenidən qüvvətlənib Butaya qayıtmaq üçün. Mən yazmışam. Belə bir məqalədə çıxıbdır. Hətta Azərbaycan qəzetində də gedib. Yazmışam ki, bu hərəkat təslim olmadı. Sadəcə döyüşü uduzdu. Və döyüşü udmaq üçün dəfələrlə hücum eləmək lazımdır. O hücum da həmişə münasib şəraitdə olur. Yəni, ağılsız hücum heç vaxt qələbə gətirməz. Və o məğlubiyyətin səbəbləri də məlumdur. Bayaq Tahir müəllimlə danışanda bu Amerika-İsrail müharibəsinə bu yükünə toxundu. Dedim ki, heç bir demokratiya müharibə ilə, bomba ilə gələ bilməz. Onu xalq öz iradəsi ilə bərpa edir, qurur. Çünki 1946-cı il sentyabrın 26-sında Amerika Xaricilər Naziri Hildrich müttəfiq qoşunların mərkəzi qərargahına belə bir telegram göndərdi ki, Pişəvəri hərəkatını nəyin bahasına olursa olsun əzmək lazımdır. Nə qədər pul, nə qədər silah lazımdırsa biz göndərəcəyik. Bu həmin Amerikadır. Niyə? Çünki Pişəvəri Azərbaycan Demokrat Firqəsinin bir illiyindəki nitqində belə bir söz işlətdi və o baş prokuror Firdun İbrahiminin Fransada keçirilən Paris Sülh Konfransı zamanı həm yol qeydləri, həm də ki, oradan verdiyi məlumatlar əsasında o sual edirlər ki, siz necə bu milli hökuməti qurdunuz, Ərəb Liqası dövlətləri razılığı olmadan. O gülümsüyür, çünki o liqada özü Amerikanın, İngilislərin dəstəyi ilə yaranmışdı. Onların bir sifarişlərini yerinə yetirən təşkil edir ki, bizim milli dövlət xalqın iradəsi ilə heç kimdən asılı deyil. Əgər hər millət öz iradəsini ortaya qoyarsa, öz istəyinə nail ola bilər. Və Pişəvər də dedi ki, artıq bizim bu hərəkat, həmin o Firdun İbrahimin o göndərdiyi qeydlər əsaslan dedi, artıq bizim hərəkat yaxın və orta şərqdən çıxıb Afrikanın şimalındakı Əlcəzair, Mərakeşə təsir edib. Yəni o nümayəndələr artıq maraqlanırdılar ki, bu hərəkat necə baş verib və s. Ona görə də Amerikanı narahat edən o idi ki, İngilisləri ki, bu hərəkat yayılsa, onların o dayaq nöqtələri, onların gəlir mənbələri sabah əldən çıxa bilər və bu gün də bu mübarizə, bu döyüş, bu qırğınlar nəyin üstədir? Həmin o maliyyə mənbələrinin üstündədir, pulun üstündədir. Və indi ki, Trump, babam mənə kör deyib, gələn gedəni vur deyib, bir qoçuluq kimi dövlətlərin üstünə haqqı hesablar təyin edir. Güc məndədir, mən deyəm. Yəni, demək istəyirəm ki, bu hərəkat təslim olmayıb, sadəcə döyüş olsun. Və həmin bizim atalarımız da o gözlərini yumana qədər də o ümidlə yaşadılar. Ki, onlar qayıdır və bunun ikisində də onlara təqribən 15 gün möhlət vermişlər ki, 15 günə qayıdırıq ki, və 15 gün bir ömrə bərabər olur. Və biz də o ömrü onlarla yaşadıq. Ağlımız, şuurumuz kəsdiyi qədər yaşadıq və onların o amallarını, əqidələrini davam etdirmək istədik və mənlə Rəhim müəllimi də elə bu istək birləşdirdik. Mən firqədə tanıdım Əkrəm müəllimi və Əkrəm müəllimi mən tanıyanda Əkrəm müəllim hələ Azərbaycan Demokrat Firqəsi sədri deyil, mavin idi. Və ilk dəfə olaraq biz çox uzun bir vaxtdan sonra mən həmin tarixi Demokrat Firqəsinin məğlubiyyətindən Ağ İnqilaba qədər, torpaq silahlarına qədər olan dövrü mən tədqiq eləmişəm, monoqrafiyam var, yəni bir elmi işçi olaraq, belə deyək, bu sahənin tədqiqatçısı olaraq. Və o dövrü də bildiyim üçün, yaxşı bildiyim üçün, məğlubiyyət səbəbləri bilir Rəhim müəllimlər hamısını. Biz belə qərara gəldik ki, Azərbaycan Demokrat Firqəsi İran Xalq Partiyası, yəni TUDənin əyalət təşkilatı statusundan çıxsın kənara. O hizbçilər deyir də çıxıb da Tehranda
belə bir toplanma oldu, axırıncı orada iştirak etmədilər firqənin rəhbərləri və çıxmış elan oldu. Dedim, yox, bu sənəd deyil, bu sözdür. Və biz burada plenum keçirdik və o plenumda elan olundu ki, Azərbaycan Demokrat Firqəsi əyalət təşkilatı firqənin tərkibindən çıxır və bir ay müddətinə qurultay hazırlayır və qurultayda seçkilər olur, mərkəzi komitənin üzvləri seçilir və firqə öz müstəqilliyini bütün dünyaya elan edir. Belə də oldu həmin ili, deməli iyunda plenum, noyabrında isə qurultay. Və bizə elə burada Azərbaycanda da suallar çox gəldi ki, niyə birinci qurultay 1945-ci ilin oktyabrında olubdur? İkinci qurultay isə 2019-cu ilin noyabrında. Və biz həmin səbəbləri əsaslandırdıq, o səbəbləri də sizə dedik. Çünki firqə bura keçəndən sonra uzun bir müddət TUDE və belə deyək, buradakı Komünist Partiyası çalışdı ki, firqəni Komünist Partiyası ismində TUDE-nin tərkibinə daxil etsin və bəhanə də oldu ki, İranda vahid fəhlə hərəkatı və s. Komünist hərəkatı möhkəmlənsin falan. Amma firqə heç vaxt Komünist Partiyası olmuyor, Sol Partiya olmuyor, Demokrat Partiyası olub, tərkibdə, sosial tərkibi hamıya məlumdur. Və biz Rəhim müəllimdən bax, bu qısa mərhələdə bu yolu keçdik, bir-birimizi tanıdıq və bildik ki, biz əqidə yoldaşıyıq, məsləkdaşıq, həmfikirik. Mən Əkrəm müəllimə can sağlığı. Sağ olun, sağ olun. Uzun ömür, sağ olun, təşəkkür Yaxşı məlumatlar verdiniz bizə. Burada bizim deməli Azərbaycan Demokratik Firqəsinin Avropa nümayəndələrinin rəhbəri Cavanşir bəy buradadır, telefondadır. Sizin də fikirləri eşidirdi. İndi bu texnologiyaların verdiyi imkandan istifadə edək. Cavanşir bəyin də təbrikini eşidək. Buyurun, buyurun. Salam, əziz qardaşlarım, salam Dr. Məcid müəllim və salam Rəhim müəllim. Orada olan qardaşlarımızı ürəkdən Stockholmun bu soğuk havasından salamlayıram. O çərşənbəsini birinci təbrik edirəm. Sağ olun, çox sağ olun. Gələn Novruz bayramı sizə can sağlığı, salamətlıq arz edirəm. Mən Abdullah Raşimi Cavanşir, Azərbaycan Demokrat Firqəsinin beynəlxalq əlaqələr məsulü, Avropa, Amerika məsulü və illər boyu Azərbaycan Demokrat Firqəsində fəaliyyət etdim. Xüsusən inqilabdan əvvəl İranda səltənət dövrünün məhbusu və ondan sonra da yolu davam etdim. Bu günə qədər Rəhim müəllimin sədrliyi ilə Azərbaycan Demokrat Firqəsində çalışdığımca büyük fəxr edirəm ki, sizin yanınızda olan bizim Rəhim müəllim Azərbaycan Demokrat Firqəsinin sədrinin yubileyin günündə iştirak edirəm və Stockholmdan özümlə bərabər bütün təşkilat komitəsinin məsulları ilə Rəhim müəllimi ürəkdən təbrik edirəm. Çox sağ olun. Çox sağ olun. Tanışıq, bir neçə dəfə də orada olub və bizim firqəmizin xaricdə, eyni zamanda dünyanın müxtəlif yerlərində, diaspora sahəsində fəaliyyətindən sizinlə söhbət etmişik. Bəli, bəli. Xüsusi rolu bizim Azərbaycan Demokrat Firqəsində və bizim Respublikamızın müstəqilliyi uğrunda xaricdə onun haqlarından müdafiə etdiyi hamımıza aydındır. Bu sahədə görkəmli xidmətləri var və firqəmizin təşkilatının inkişafında, onun məramlarının həyata keçirilməsində çox böyük xidməti olubdur. Və sizinlə bərabər böyüyüb, başa çatdıq, gözəl bir həyat yolu keçirdiyi üçün bizə çox söhbət edibdi. Elə bir ki, sizinlə birgə biz yaşamışıq bu həyatı, yəni güneyli, quzeyli qardaş kimi. Bugün də biz dərindən sizə təşəkkür bildiririk ki, Rəhim müəllimi ortaya almışsınız, bunu əzizləndirirsiniz. Elə bilin ki, Güney Azərbaycanlıların bu çətin günündə siz bu qayğını göstərirsiniz. Yəni, Rəhim müəllimə göstərdiyinizlə eyni bərabər Güneylilərin ürəyini oxşuyursunuz. Bunlar çox sevinirlər ki, qardaşları bu günlərin onların yanındadırlar. Ad günü, doğum günü, eyni zamanda Güneylilər xatırlanır. Rəhim müəllimin xidmətlərin sahəsində mən çox danışmaq istəmirəm. Səməd müəllimin söhbətlərini az eşitdim. Rəhim müəllimin sədrliyi, yəni bu neçə 7 ildə birgə
xüsusi bir inkişaf edibdir. Tək firqənin məramı yox, Azərbaycan Respublikasının hüquqları da xaricdə çox gözəl müxtəlif yerlərdə, beynəlxalq konvansiyonların iclaslarında, Avropa Şurasında xüsusən ki, bizim üçün çox haqsızlıqlar olub bu barədə bizim uğurlarımızı kölgəyə salmalarda Rəhim müəllimin siqnalları, həyatları, yazıları böyük bir rezonans təşkil edir. Mən istərdim ki, sizin orada varlığınızla bizim firqəmizin Rəhim müəllimin rəhbərliyi altında işi nəzərdə alınsın, onun xidmətləri xalqımızın qəzetlərdə əks etdirməni xalqımızın nəzərinə çatdırılsın. Eləyə bilər ki, maarifləndirmədən Kuzey ilə Güneyi birləşdirməsindən, yaxınlaşdırmasında bilirsiniz ki, Güneydə də bu günlərim Azərbaycanlıların hüquqları istənilən kimi riayət olunmur və Azərbaycan Respublikamıza xor baxılmır və bu barədə də bizim işimiz daha güclənməlidir. Rəhim müəllim bu sahədə ciddi addımlar atır. Mən bilirəm ki, siz Rəhim müəllimə yaxından köməklik edəcəksiniz. Ona köməklik eləmək bizim güneylilərimizə köməklik eləməlidir, ümumi məsləkimizə köməklik eləməlidir. Çox sağ olun, çox xoş sözlərə görə təşəkkür edirik. İnşallah yaxşı olar. Rəhim müəllim haqqında bayaqdan danışırıq. Azərbaycan dövləti də Rəhim müəllimin fəaliyyətini yüksək qiymətləndirib. Burada hamı sizi salamlayır. Gözəl sözlərə görə təşəkkürümüzü bildirir. Güney jurnalistidir. Biz burada dedik ki, inşallah Rəhim müəllimin 80 illiyini Cənubda, Təbrizdə, onun öz kəndində keçirək buradakılarla bir yerdə. İnşallah, çox gözəl arzulayır. Arzu Çin olsun, necə dedik, Şuşada qeyd eləyəcəyik. Bəli. O Şuşada qeyd eləyəcəyik deyirdik, arzulaşdıq, gerçəkləşdi. İndi bu arzumuz da gerçəkləşər inşallah. İnşallah. Çox şad oldum ki, digər əziz qardaşlarım, Fatih müəllim, Tahir müəllimi ziyarət etdim. Hər tək sizə salamları, saygılarımı çatdırıram. Arzularımız Çin olsun inşallah. Sağ olun, var olun. Çox təşəkkür edirik. Minnətdarım. Alqışlayırıq sizi. Çox sağ olun. Sağ olun. Çox xoş oldu. Belə yaxşı tədbirimizə də ab-hava gətirdik. Burada indi firqənin üzvlərindən Rəhim müəllim siyasətini mən oxumaq istəyirəm. Pərviz Kazımini gördü, Səməd müəllim, Səməd Bayramzadə. İndi burada iştirak edə bilmirəm, yoxsa yox. Araz Məmmədzadə, Bəhram Danışani, Nadir Ajenmijad, Nadir Hünərvari, Nizami Rızaşuvari, Tariyel Ümid, Şahin Müvəssəği, Talıbov Sübhan. Bunların adını oxudum, amma kim ürəyi dolu olsa, burada iştirak edən olsa danışar. Bir də tələbə dostlarının adını çəkmək istəyirəm. İsrafil Zeynalov, Əli Şamilov, Maral İsrafil Qurbanov, Maral Poladov, Asəm Mərrəmov, Akif Cabbarov, Dadaş Qafarov, Sadıq Kərimoğlu. Bu məşhur qrupdur. Burada da onların nümayəndələrini çox tədbirlərinə keçirmişik. İndi istəyirəm ki, İsrafil müəllim sizə söz verək, sizdən başlayaq. Buyurun. Çok sağ olun sözlerinize göre. Evvela ben bizim 612. grubun üzvləri adından Rəhim müəllimin 75 illiyini təbrik edirəm. Bu tek onun sevinci değil, bizim bütün grubun 612. grubun sevinci. Bu grubun üzvlərindən yani biz 73. ildə bu Kabul Üniversitesi üzerinde Eren yoldaşlarından birçoksu o dünyaya kavuşsa da ekseriyeti bugün yaşayır ve Rəhim müəllimin büyük sevinci orada olur. Ama ben Rəhim müəllimden gelende o sene bir bilgi okuyan Vahid Can Bakışoğlu ona kabul açmıştı. Geldim onu tebrik edildi. Hemen o vakti bize bizim grupta okuyanda bu demokratların ayrıca bir grupta 2-3 nefer bize üniversitede kabul olmuştu. Kardeşlerimize düşebilenen kenar isim kabul olmuştular. Ama çok güzel de onlar o grupta kaynayıp karıştı. Çok böyle yakşı bir müzik herhalde. Biz de onlardan hemen olaylık Can Bakışoğlu, o da oğlu muhabbet bu vatan büyük, bu ahırcı vatan muhabbetinde büyük günler gösterdi. Büyük sefer olduğu bir tiyatro oldu.
ve Rəhmənin gəlmiş şeylərdə onda sevincini bizimle bölüştü. Rəhmənim, biz çok fərq edirik ki, siz o Seyid Cəfər Pişəvəri kimi böyük şəxsiyyətin rəhbərlik elədiyi bir partiyanın bugün rəhbəri kimi təmsil olmuşsunuz. Ve biz fərq edirik ki, siz bu işlə bütün bu təşkilatın üzvlərinin də, bu cəmiyyətin üzvlərinin də böyük hörmətin nüfuzunu qazanmışsınız. Biz fəxr edirik ki, siz bu işi gündən günə canlandırırsınız, onu gündən günə gelişlendirirsiniz. Ve bundan sonra da bilirik ki, sizlere bu işi en yaxşı nəticələrini yaradacaksınız, öz kollektiv o birgə şeylərindən. Ve o gün olsun ki, sizin bu bayaqları o ad gününüzün, növbəti ad gününüzün, 80 illiyinizin Təbrizdə keçirmək arzusuyla böyük bir Rəşad mənim gözəl bir arzu bildirdi və biz o arzuya qoşuluruq. İnanırıq ki, bu partiya hələ görəsi işləri çoxdur. İndiki dünyanın bu gərgin vaxtında, bizim cənubda da, İranda da belə bu vəziyyətin gərgin vaxtında hələ bu partiyanın bundan sonra görəcəyi işlər çoxdur. O işte size uğurlar arzulayırız, can sağlığı arzulayırız ve bütün tələbə dostlarımız adından size uzun ömür ve uğurlar arzulayırız. Çok sağ olun, sağ olun, çok sağ olun. Teşekkür ederim. Oradan da hem baxıram, hem zəylər gəlir, indi gələ bilməyənlər, hem de Gəncədən əməkdar həkim Mehman Rızayevdir. Xeyli gözəl sözlər yazıb, təbrik edib. Onun haqqında nə məlumat verirsən? 75 illik münasibəti ilə Rəhim müəllimi ürəkdən təbrik edir. Arzu edirəm ki, illərin təcrübəsini bəxş etdiyi keyfiyyətlər Rəhim Hüseynzadə adına daha yüksək zirvələrə daşısın. Yubiley mübarək dəyərli Rəhim müəllim. Sağ olsun, Mehman Rızayev də huzur təbriki oluyub. Və burada indi növbə, Fərman, sən də Mingəçevirdən xoş gəlsinsən. İndi Ben icazə verirəm. Ha, buyurun. Rəhim müəllim bizim uşaq vaxtından axsaqqalımız böyüyümüz, məndən 10 yaş böyükdür və bir fədai balası kimi və biz Cənubi Azərbaycan mühacir ailəsində doğmuş, böyümüş Demokrat firqəsinin mənsubları, müəllim dediyi kimi, Demokratlar adlanan bir qrupda tərbiyə olmuşuq və Azərbaycanda bir Cənubi Azərbaycan miskilini, Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatını təmsil edən bir pişəvəri və pişəvərçilik ideyası olub. Azərbaycanda bu ideyaları pişəvərinin vaxtsız ölümündən sonra Azərbaycanın ləyaqətli, güclü şəxsiyyətləri bu inisiativi, bu bayrağı aldılar əlindən və bu qəzetdə biz pişəvərdən sonra firqəyə rəhbərlik edən böyük şəxsiyyətlərin adını görürük. General Fabiqanı, Qulam Yahya, Danışcanız, Nicət Keşmanzəli ki, Allah rəhmət eləsin, Qalıca Əmrəli Lahutinin, Valih müəllimi və Rəhim müəllim Azərbaycan Demokrat firqəsində pişəvər ənənələrini qoruyub bugünə gətirib çatdıran 7-ci liderdir, ideoloji rəhbərdir. Cənubi Azərbaycanda Milli Azadlıq Hərəkatını oyadan, onu ayağa qaldıran, ona rəng verən, dad verən, şəkil verən insanlardan biridir. Bu günləri Cənubi Azərbaycanda Azərbaycan milli musiqisinin, Azərbaycan ədəbiyyatının, Azərbaycan kulturoloji dəyərlərinin təbliği ilə məşğul olan böyük bir komandanın başındadır Rəhim müəllim və böyük bir missiya yerinə yetirir və sonunda arzu edirəm ki, Rəhim müəllim bütün arzularınıza çatasınız və həqiqətən də 80 illiyinizi biz Cənubda təmtəraqla qeyd edirik. Çok sağ olun, Pərviz müəllim, çok sağ olun, təşəkkür edirik. Bizim bu tədbirlərin hazırlanmasında bizim Mətbuat Şurasının Ahıl Jurnalistlər Birliyi, Tahir müəllimin rəhbəridir, Əminə xanım müavinidir, çox sağ olsunlar, həmişə bu ənənəni də davam elətdirirlər. Və mən məmnuniyyətlə istəyirdim Tahir müəllimə söz verəm. Tahir müəllim həm də Xalq Qəzetinin baş redaktor müavinidir, buyurun ondan. Bugün bizim üçün bayramdır, Ahıl jurnalistləri. Bu təşkilatın ayağüstə qalmağında kifayət qədər zəhməti olmuş Əflatun müəllimlə birlikdə, Allah Rəşad müəllimə də can sağlığı versin. Rəhim müəllimin çox böyük rolu var. Rəhmətlik Nüsib müəllim, Əzahir Müsib Kərimov, Məsahir Süleyman, mən
bu işe başlayanda, bu yola çıxanda bizə bir troika adı vermişdi və biraz ürkürdük cəmiyyət içində girməyə. Vladimir Rəhimlərin də sizdən geçsin. Təşkilat formalaşdı, hamını bəzər, özünlük gəzər olan bu zümrə özünə də diqqət elədi. Özünün də ustadların yada saldı, yubileylər keçirdi. Xəstəliyi olan, problemi olan jurnalistlərin qapılarını açdı və ənənə davam edir. Ona görə bu təntənə, şadlıq, bu bayram Rəhim müəllimə ana südü kimi halaldır. O ki qaldı mənə, Rəhim müəllimi bir neçə xət birləşdirir məni. Onun tələbə yoldaşları olan Akif Cabbarlı ilə və rəhmətli Tahir Abbaslı ilə Azərbaycan televiziyasında işləyən vaxt Rəhim müəllim şəhərə gələndə mütləq görüşürdülər. Bir istiqamlılıq, mehribanlıq yarandı. Sonra Akif müəllimlə Kommunist qəzetinə biz keçəndə bir tələbə yoldaşları Əlqanah müəllim bizi qanad altına aldı. Rəhim müəllim orada Bakıya gələn kimi ilk olaraq orada gəlirdi. Bu da dostluğumuzu, yoldaşlığımızı möhkəmləndirdi. İsrafil müəllim Mərkəzi Komitədə, prezident aparatında çox məsul vəzifələrdə işləsə də, bu tələbə yoldaşları içərisində bunun adını qoyurlar qayğı. Hamıdan çox bu yoldaşlığın əziyyətini çəkən, qayğısını çəkən yoldaş kimi məni isinləşdirdilər və elan elədilər ki, mən də elə bunların qrupunun son beşiyim. Min şükür ki, dostluğumuz, yoldaşlığımız Azərbaycan jurnalistikasının inkişafına xidmət edir. Rəhim müəllim burada tez-tez səsləndi ki, fədai ailəsinin yetirməsidir. Güney deyəndə, cənub deyəndə bizim dodağımız 4 yerdən partlayan vaxtlar olubdur. İndi Sovet imperiyası çöktü, həsrətimizi müəyyən qədər söndürdük, amma ideallarımız hələ kama çatmayırdı. Mübarizələr gedir. 2023-cü ilin Güneydə o hərəkat ki, qalxdı, bir demokratik hərəkat, milli haqların müdafiəsi. Onda mən Rəhim müəllimi tamam bir başqa ampulada gördüm. Rəhim müəllim bizim xalq qəzetində özünə bir qərargah seçdi. Bu mübarizənin ən yaxşı örnəklərini bizim qəzetə gətirdi. Hər gün biz Güney Azərbaycan səhifələri verdik. Rəhim müəllim bir xəzinəni bizə açdı. Güneydə demokratik hərəkat söndürüləndən, milli hökumət sübuta uğradılandan sonra Bakıda bizim indi çalışdığımız əxlaqların müəllimi Kommunist qəzeti bir neçə il mübarizə aparır. Təsəvvür edin, Mirza İbrahimov Firudin İbrahimin məqaləsini Kommunist qəzetində yazıb. Səməd Durunun yandırdığın, Cəllar səni yandırdığın kitablar, şeiri Kommunist qəzetində. 51-52-ci illərə qədər bu mübarizə edildi. Mədinə Gülgünün Firudin İbrahimə həsələdiyi ayırma çatdı. Sonra Qışarın Moskva, Kreml rəhbərliyinə sazişləri hökümlərindən sonra dayandırıldı. O hərəkat dövründə Rəhim müəllim gətirdi. Səməd müəllimi qəzetimizdən dost elədi. Səməd müəllim Müqərbiz müəllimdə, Gündə Gün Aşırı qəzetimizdə, milli haqlar uğrunda mübarizə uğrunda qələm çaldılar. Azərbaycan milli mətbuatının milli hərəkatı özündə birləşdirən bir insan bizim qarşımızdadır. O həyatın şablon çıxmasını şam kimi bu iki yolda əridirdi. Rəhim müəllim bu xalqın sevgi sahibi, sizin halalınız olsun və sizin mükafatınız burada deyildiyi kimi Güneydən milli haqlarımızın rəsmən qələbə çalması. Çox sağ olun, Tahir müəllim. Bir daha sizi təbrik edirik, ağılısınız, aksaqlalısınız. Çox sağ olun, təşəkkür edirik. Minnətdarım. İki Sahil qəzetinin baş redaktörü Mahmud İsmail Hacıyev iştirak edir. İsmail müəllim, Rəhim müəllim arzuluyor ki, siz də bir söz deyəsiniz. Teşekkür ederim. Bana bütün sağlıkları olsun. Bu arada bunlar için Erdoğan'ın ümmetten tebrik ederim. Gülünen sıfatları. O zamanlar Allah öyle istediği kadar uzun ömür ve can sağlığı versin. Ben Rəhim müəllimin başqa bir vəziyyətindən söhbət, çok vaxtımız var. Kısa danışmaq istəyirəm.
Mən fakültəyə gələndə təzə gəlmişdim kənddən. Bir əlimizdən bir qız uşağı oxuyurdu. Yataqxanada qonşu otaqlarda qalırdıq. Bir gün sinif yoldaşlarım da gəlmişdi yanıma. Biz də idmanla məşğul olmuşuq. Sinifi sahib seçilen idmançılardan aldık. Güləşin rəhbəri. Rəhim müəllim də səndə fakültənin idman işlərinə baxırmış. Gəldi, girdi otağa, dedi ki, İsmail müəllim, bu gün Güləş üzrə universitetdə fakültədə birinciliyi keçirdi. Mən istəyirəm ki, siz də çıxış edəsiniz orada. Mən də kənddən gəlmişəm, bilmirəm. Dedim, mən də Güləş nəsil belə bir adi şeydə Güləş yazıyı. Dedi ki, amma bir dənə şey var, dedi, sənin şəkildə adam olmayacaq. Gəl oraya, elə sən bir dənə çıx oraya ki, fakültəyə Çempiyon olar. Çempiyon olasa da fakültənin xələl gəlməsin. Mən də inandım bunun sözünə. Bu sınıf yoldaşlarımı da götürdüm, getdik universitetin idman zalına. Neyse biraz yarış başlamıştı, yarışın ortaladı. Bir de dedilər ki, jurnalistika fakültəsi Hacıyev İsmail. Mən də çıxdım döşə, indi gözləyirəm ki, o biri rəqib olmayacaq. Rəhim müəllim mənə belə deyil, bax. Bir də gördüm, dedilər ki, bəs kitabxanaçılıq fakültəsi bədlərdim. Bu da səndə Respublika çempiyonudur. Bu nələ sifətə baxanda mənə vahimə götürdü. Yoldaşlarım dedilər, güləşində dəsən müəyyən növlər var. Bir dedi ki, bu sərbəst güləşdə. Burada gələn badalaq verilməsən, onları dedilər. Bu uşaqlarımın da kənd qaydasına belə təzə tutuşmuşluğundan. Bir də gördüm, bu olan bəni götürüb nətər çıxdıysa yerə, uşaqlar gəldi, mənə yedim gücündür. Həm də mənim məşqçimdir. Tələb edilməsin, məşqimdir. Ben onu bir daha ürəkdən təbrik edirəm. Onun son sağlayır. Arz edirəm ki, bir də belə məni idmanda sınıflanıqlar, mənə tərcihlərindən bir də rəhim mənim olur. Onu bunu da nə uşaqların üzrünə çıxabilirəm, nə də idmana. Sağ ol, rəhət olun. Öpürəm, təbrik edirəm, son sağlayır. Çox sağ olun, çox sağ olun. İnanıram ki, Rəhim müəllimin belə dostlarına, tələbə yoldaşlarına, hamısında belə maraqlı hadisələr şahid olublar. Əli Şamil müəllimə söz verməkdir. Siz də bir qrupda olmuşsunuz, Əli müəllim? Oxudum. Sizin idmana meyliniz olmuyor, ona görə nə qədər eləsə də siz idmana dəyməz. Elmanın permanent inqilabçıdır. Mən çünki fəhlə adam idim, zavodda işləyirdim deyə, nə idman, nə başqa işlərlə işim yox idi. Nəyi demək istəyirəm? Bütün imperialist dövlətlər olduğu kimi Sovetlər Birliyi bu xalqları öz mənafeyi xatirinə qızışdırıb verirdi qabağa. Lazım gələndə, qələbə olanda onlardan istifadə edirdi, qələbə olmayanda da onları çox ucuz qiymətə satırdı. Necə ki, bizim Doğu Türkistan dediyimiz Uyğurları eyni metodla, eyni qiymətə satdı. Güney Azərbaycan dediyimiz ərazidə də Sovetlər Birliyi pişələri hərəkatını o cür ucuz qiymətə öz şəxsi maraqları naminə satdı. Oradan Rəhimin atası və bütün bir qrup adamlar gəldilər bu tərəfə. Yəni Sovetlər Birliyi bu böyük güclərin qarşısında geri çəkilsə də, hələ də o bəzi xasiyyətlərindən əl çəkilmişdir. O xasiyyətlərindən biri bu idi ki, yəni o taydan gələn adamlardan burada istifadə elədiyi bəs deyildi, onların uşaqlarından da istəyirdi istifadə eləsin. Yəni onların uşaqlarını müsabiqədən kənar qəbul elətdirirdi, hərbi məktəbə göndərirdi, nə edirdi, gözləyirdi ki, görsün İranda vəziyyət nə vaxt çökəcək, tez bu adamları səfərbərliyə alsın, ora göndərsin. Göndərsin, orada uğur qazansa, işğalçı siyasətini yeritsin. Uğur da qazanmasa nə olacaq ki, rəhim də geçsin, ölür ölsün. Qalır qalsın, rəhim olmasın, tutaq ki, İsmail idi, Vaqif Cihanbaxş idi, hər il 3 nəfər jurnalistikaya götürdükləri kimi bütün fakültələrə də belə götürürdülər. Həmin o devirdə mən birinci kursa qəbul olanda Rəhim bəylə tanış oldum, bildim ki, bunlar müsabiqədən kənar qəbul olmalılardır. Və bunların sayəsində mənim üçün Düzdür, orta məktəbdən Süleyman Usta'nın Təbrizim, 12-ci tüfəng kitab, indi bu
gün unutulan yazıcımız Seyfettin Dağlı'nın gözəl əsərləri, o Sovet ordusunun tərkibində, işğalçı ordunun tərkibində gedən bizim yazıcı və alimlərimizin xatirələrini oxumuşduq. Ancaq o taydan olan canlı insanlarla ünsiyyətim Rəhim bəylə başladı və dekabrın 21-i günü 88-ci ilin Rəhimlə qoşulaşdıq, bir-birimizə dəyə-dəyə gəldik İskra küçəsinə ki, orada firqənin mərkəzi qərargahı yerləşirdi. Orada Mircəfər Bağırovun çəkdirdiyi məşhur filminə baxdıq. O film bu gün də aktuallığını itirmir. Mənə elə gəlir ki, o devirdə o müharibə son dövründə çox gözəl çəkilmiş film idi. Sonra Rəhim bəylə bu jurnalistika fakültəsində tanışlığımız, bunların ailəsindən tanış olduq, rəhmətli atasını gördük, qardaşımla tanış olduq, gəlib burada oxuyurdu. Biz o fakültədə oxuduğumuz zevirdə hamının əlaçı oxuması, ya birinin zəif, birinin güclü oxuması mənim üçün və bəzi qrup yoldaşlarımızın üçün önəmli deyildi. Bizim üçün önəmli onların insani cəhətləri idi. Və o illər keçdikcə o insani cəhətləri xoş olan, yaxşı olan qrup üzvlərimizlə bir yerdə qaldıq ki, indi bugün görürsünüz, yenə də bir yerdəyik. Ancaq bizlə oxuyanlar da var idi ki, yəni onlar bəlkə içərisində yaxşı da oxuyan var idi. Çox gözəl də belə maddi, mənəvi şəraiti vardı. Və yaxud da elə bərabər də onların çoxu ələmdi. Yəni onlardan sağ olanları var. Ancaq yəni sağ olanları olsa da bugün burada yoxdur. Bugün yox, bundan əvvəlki tədbirlərinizdə də siz gördünüz ki, bu adamları görmədiniz. Onlar heç tanımırsınız da ki, nə mətbuatdan tanıyırsınız, nə həyatda, ictimai, siyasi işlərdə. Rəhimlə ilk firqənin təşkilatını edəndən sonra bir nəfər orada şairlə gördüm. Sonralar mən o şairi küçədə, çayxanada bir neçə dəfə görüşdüm. O görüşdüyüm adam İskəndiyar Coşqun idi. Bunun haqqında indi siz hamınız jurnalistsiniz deyə deyirəm. Haqqında bilgim var idi, ancaq elə bir şeyini yox. Belə mehribanlıqla buna yanaşdım ki, şeirlərini ver oxuyum. Antisovet şeirləri deyirlər vardı. Qayıtdı ki, çox səs şəkildə. Çap edəcəksən. Dedim ki, sən bilirsən ki, sənin şeylərini çap etmək mümkün deyil. Dedi, onda neyinirsən? KGB göndərib. Bir 3 dəfə o adamla mən xahiş edelim ki, şeirlərini versin. Hətta 88-də də vermədi. Ki, mən onun şeirlərini oxuyum, təbliğ edeyim, tanıyım. İl elə oldu, ay elə keçdi ki, dünya dolandı. Bu İskəndiyar Coşqun dünyasını dəyişdi, Allah rəhmət etsin. Onun bütün külliyatını, şeirlər külliyatını mənə göndərdilər, verdilər ki, həli qalıb ortada, sən bəlkə bunları bir kitab şəklində çap edəsən. Düzdür, mən Dissident sorağında kitabında onun haqqında bir məqalə yazdım Dissident kimi. Ancaq heyif ki, onun kitabını hələ də çap edə bilməmişəm. Məsələn, içimdə də bir ağırlıq qalır. Ömrüm nə qədər çəkəcək, nə olacaq, onu da bilmirəm. Yəni, Rəhimin timsalında mən Rəhimlə başlayan hərəkət sonu mənim yolumu o tay açdı. O tay açdı, mən oldum o taylı Cənubi Azərbaycanlı Rəhim taylı. Nə qədər millət tuttum ki, 90, 91, 92 Rəhim, mən ölüm gedək. Deyirlər, mənim qohuşməndi familiyam mənə aparıb orada ilişdim. İstəyirsən, gedə bilmərəm ki, gedə bilmərəm. Ancaq mənim üçün o ilişib-ilişməmək fərqi yox idi. Arazıda 100 dəfə üzdük, keçdik, qarda, soyuqda, sərhəddi də pozduq, qaçmalçılıq elədik ki, bəlkə nə isə iş görə bilək.
Ancaq bu tayda, yəni heç olmasa oradan gətirdiyimiz silahlarla uşaqlar erməniyə qarşı döyüşdü. Ancaq o tayda heç bir iş görə bilmədik. Arzum budur ki, bizim hamımızın arzuları reallaşdı. O tayda da bir iş görə bilək Azərbaycanın... Sağ olun Əliman. Sağ olun, təşəkkür edirik. Sizin elə indi də fəaliyyətiniz, göndərdiyiniz videolar indi də elə bir təbliğatın ən böyük belə nümunəsidir. Nəsə deyil? Qalmışdı ki, yazma xırda xatirə düşdü. Əvvəli ac gündü, təqribən bugünkü günlərdə. Əli də onda ki, imkanlı idi, belə xırda parada olsaydı, nə vaxt lazım olanda müraciət edirdik, kömək edirdik də. Yaxınlaşdıq, gəlib. Yəni, 5-3 manat ver, xərcliyim də. Götürdük 20 qəp verdi, dedi, ala bu 20 qəpiyi get. Deməli, yataqxanaya, sonra Sadiyə. Mən də bunu söyə-söyə getdim piyada. Getdim, otağa qalxanda gördüm ki, içəridə cəmaat doludur. Burada nə gəlsiniz? Tələbə yoldaşları, dedim, sənin ad günündə. Dedim, mən bu azından ölürlər bu şeydir, mən yadıma ad günü düşür. Yəni, belə bir mənə ad günü elədilər, 20 yaşımda bunu olanda. Onu heç vaxt yadda çıxarmadım. Sağ olun, var olun. Sağ ol, kövrətdiniz Rəhim müəllimi. Rəşad müəllim, deməli İsrafil müəllim gecə metroda işləyirmiş, Əli müəllim də kimya zavodunda sunlardı. Bunlara dədəli edirlər. Azərbaycan müəllimi qəzetin baş redaktoru Sarvan İbrahimov buradadır. Bir kəlmə sən də təbrik elə. Çox sağ olun, minnətdaram söz verdiyinizə görə. Mən xoş arzulara, təbriklərlə də qoşuluram. Rəhim müəllimlə bağlı mənim deyə biləcəyim sözüm çoxdur, amma sözün çoxunu həm dəyərli həmkarlarım söylədilər. Amma bir məqam mən xüsusi qeyd eləmək istərdim. Mənim yaddaşımda dərin bir iz buraxıb. Rəhim müəllimin sadəliyi, səmiyyəti, xeyirxahlığı, insanlığı, yüksək mənəvi keyfiyyətləri 2012-ci illər idi, səhv etmirəmsə, bir neçə tədbirdə biz görüşüb, söhbət eləmişdik. 2013-cü ildə jurnalistlər üçün tikilən ev binasının görüntüsü əvəzində mən sənədləri gətirib mətbuat şurasında təqdim edəndə sənədləri qəbul edən Rəhim müəllimdir. Orada siyahıda qeyd olunan sənədlərdən bəziləri mənim ailə uşaqlarla bağlı o sənədlər siyahıda qeyd olunmamışdı və Rəhim müəllim onları bildi və o sənədləri məndən qəbul elədi ki, bunların sənin üçün müəyyən üstünlükləri olar və talih qismət elə gətirdi ki, bu gün mən Rəhim müəllimdən qapı bir qonşuyam və hər gün səhər Rəhim müəllimi işə gedəndə, axşam evə qaydanda bu gözəl insanla bir qonşu olduğuma görə çox xoşbəxtəm. Təbrik edirəm. Sağ ol. Sağ ol. Tariyel müəllim sizin dostlar siyahısındandır, yoxsa qohumlar, yoxsa cənubdan? Mən dostluq, mən qohumdur. Ben oradan 1 yaşında gelmişim, Ağdamda büyümüşüm. Bilirəm, siyahısından ilam. Ben Rəhim müəllimi necə tanıyıram, elə birazca danışmaq istəyirəm, amma şair gərək şeir oxusun. Qoy ürəyimdəkilər biraz deyil, sonra şeir oxuyaram. Rəhim müəllim çox sağda təvazökar bir insandır. Həm də ziyalı adamları sevir, ziyalılar da çox dostdur. Onun ürəyi elə bir ki, bütöv Azərbaycandır. O tay, bu tay, onda heç vaxt bilinməyib ki, bu haralıdır, oralıdır. Fərq qoyulmur. Çox xeyirxah, sadə insandır. Hamını istedadı gözündən tanıyır. Həmişə yaxşı şeyi qiymətləndirməyi bacarır. Pişəvəri belə idi ki, bu pişəvərinin əqidəsinə sadiq bir adamdır. Stalinin məktubu var pişəvəriyə, yəqin siz ziyarısız hamınız ondan bilir, tanışırsınız. O pişəvəriyə məktub yazmışdı ki, sən Leninlə də qabağa gedirsən. Yəni pişəvərini belə görürdü da o. İndi bizim
bu pişəvəriyə əqidə sahibləri, onun yolunu davam elətdirənlərdən də biri Rəhim müəllimdir, əqidə sahibidir. Oradan da insan kim olur olsun, onun bir əqidəsi olmalıdır. Əqidəsiz insan istəyir, alim olsun, mühəndis olsun, həkim olsun, insan bir əqidəyə söykənməlidir. Rəhim müəllimdə mən həmişə onu görmüşəm, Rəhim müəllim bütün Azərbaycan belədir. Bütün onun zəhməti var həm də boynumda. Bizim bu Xalq Cəbhəsinin devrində bizim bir şeyimiz var da, Mərkəzi Komitənin binası var idi, ADF-nin. Onu müsadirə eləmək istəyirdilər. Amma bu Əmrəli müəllim vardı, Lahruti. O dedi ki, gəlin məni öldürün, sonra bir binanı götürün. Onun da yanında ondan sonra o rəhbərliyi tapşırdı bu kişiyə. Buna inanırdı. O qədər inanırdı ki, ölənə yaxın dedi ki, məndən sonra idarə eləsin bu. Hamı da ona bir səslə səs verdi, uzun müddətdə bizə rəhbərlik elədi. İndi deməyim nədir? Bu rəhbər olan vaxt sadə, bizlə bərabər hamını tanıyırdı, tanımadıqlarını da tanıyırdı. Tanış olurdu, baxırdı. Mən jurnalistikanın, mən Pateynik'in üstünü tutarmışam. Amma elə uşaqlıqdan şeir yazıram deyə mən. Əl çəkmirdim də bu ədəbiyyatdan. Jurnalist sənətkarlığı institutunun 2 illik o kursu qutardım ki, o Cahangir müəllimdə dərs deyirdilər. Tofiq müəllim, Rüstəmov. Mən də bir jurnalistikə yaxın olum da. Bu kişi tanış olanda məndən dedi ki, sən şeir yazırsan, şeirlərimi oxuyuram, bəs səni mən ədəbi birliyi sədri qoyuram. Dedim ki, axı, məndən də burada yaşlılar var, məndən də yaşlı ziyalılar var. Dedi, yox, sən elə ədəbi birliyi sən aparacaqsan. Mən də cavan vaxtı orada gənc qələmlərlə, sonra təşkil eləmişdi, mənə həvalə eləmişdi gəncləri bir 30 nəfərə yaxar gənc ədəbiyyatçıları idarə edirdim. Dedi, sən ədəbi birliyin sədri olacaqsan. Elə kəsəsi deyim ki, sonra bu ziyalılarla, bütün ziyalılarla əlaqə saxlayırdı. Bütün Azərbaycan qəzetinin redaktoru, bütün başqa redaktorları hamısını cəlb edirdi, bizimlə tanış edirdi və bizə köməklik onlar göstərirdilər, bizim təşkilata köməklik göstərirdilər. Sonra Rəhim müəllim sağ olsun, mənim pedaqoqut beynəlxalq mükafatı var. Bütün Azərbaycan, Böyük Azərbaycan jurnalına onun pedaqoqut beynəlxalq mükafatı var. Məni ora təqdim elədi. Mən pedaqoqut beynəlxalq mükafatı aldım. Yəni ki, onun haqqı var mənim boynumda. O istedadı tanıyır və hamını qiymətlendirməyi bacarır. Özü də sadə bir, sadə bir adamdır. Şeirinizi Rəhim müəllimə yazmışsınız da şeir? Yox, Pişəvəriyə yazmışım. Pişəvəriyə. İcazə verirsən, oxuyub ki, o məclisimizdə bir şey yazmışım. Bayılma deyil. Yox, bala yaddan bizə ana olmaz. Bizə anadan yaxın daya lazım deyil. Şeyh Cəfər Pişəvərinin sözüdür. Səni tək bir ana deyil, səni xalqın özü doğub. Sənin fikrin, əqidənsə bizi doğub. Yaddan bizə ana olmaz, dayələrin yoxdur yeri. Öz yurduna ana dedin, öz xalqına ana dedin, Seyid Cəfər Pişəvəri. Zülmət qorxub çəkdi kökün, günəşdən nur daşıdın sən. Yaşamadın özün üçün, xalqın üçün yaşadın sən. Azadlığa çağırırdın, azadlığa hər milləti, zaman özü verdi sənə bu qüruru, bu hünəri, Seyid Cəfər Pişəvəri. Hər cümləni, hər yazını dönə-dönə öyrənirik. Sən tutduğun yolumuz, səninlə bir yol gedirik. Düşmənlərin yığın-yığın yarpaqlar tək xəzan oldu. Sənin zirvən, ucalığın 21-i Azər oldu. Aparırıq gələcəyə
qəlbimizdə bu səhəri, Seyid Cəfər Pişəvəri. Rəhim müəllim də həmən günün mövzusudur, əqidə sağlığı. İnanır can sağlığı, bir şey də deyir ki, sizə çox təşəkkür edirəm bu məclisi qurduğunuza görə. Rəhim müəllimə belə gözəl məclis qurduğunuza görə sizə can sağlığı deyirəm. Sağ olun, Əflatun müəllim. Onu deyim ki, indi məclis dediniz, deməli indi Ramazan ayında oruç tutanları üzürlü sayar. Əflatun müəllim tortlar gətirib. Biz indi birazdan bu bədii hissədə o tortları orada kəsib. Burada əvvəllər də belə başa düşdüm ki, qeyd eləmişsizlər. Bir çay içərik tortlar. Əflatun müəllim sizə də təşəkkür edirik. Tələbə yoldaşlarımdan Akif müəllim qalıb. Akif müəllim siz, sonra Bahadin müəllimlə danışacaq. Buyurun Akifdən bana. Təşəkkür edirəm. Rəhim müəllim haqqında o qədər gözəl sözlər danışıldı ki, adam elə gəlir ki, daha hər şey qutardı, amma yox. Rəhimlə bağlı saatlarla, günlərlə danışsaq, xatirələrimiz də var, görüşlərimizdən aldığımız təəssürat da var. Tələbə yoldaşıyıq. İsmail müəllim dedi, o idmançı kimi, o güləşçi kimi. O təhsil universiteti yox, Gəncənin də, Bakının da tanınan, sayılan deməli, güləşçilərindən olub və biz qrupda hamımız beş vaxtlar, təzə görüşən vaxtlar Rəhimlə necə deyirlər, çəkinirdik, qorxurduq. Deyirdik, Allah eləməsin, o babalara buzu yıxdı, şörtüsünə deyil. Amma elə adam da öldüydü, ürəyi yumuşaq adam idi. Heç birimizdən işi olmadı, ya yıxmadı, ya döymədi, sağ olsun. İndi bir günə gəlib çıxmışıq Rəhim. Rəhimin həm də mən fakta deyim ki, mən də bir statusum var Rəhimlə bağlı. Rəhimin toyunda, onun deməli Gəncədə toyunda mən onun sol dişi olmuşam. Bir statusum var. Rəhimlə o vaxt bir hədiyyə vermişdi, onu mən indi hələ də servanta saxlayıram. Xatirə kimi. Sonra elə oldu ki, o da Qəbələyə gəldi, mənə həmin statusu təkrar elədi. Amma gecə yağışa düşmüşdü. Gecə də fermada qalmışdı, yaxşı da islanmışdı. Gedib çıxmışdı, bizim evin əvəzində elə bilir ki, elə mən fermada yaşayıram. Gedib çıxmışdı fermada. Çox sağ ol. Yaşamısan indiyə qədər. Bundan sonra da yaşa. Sənə təşəkkür edirik. Rəhimdir, mənəm bir də Aşəf Məhərrəmov. Deməli, qrupun ən gənc tələbələri idi. Sənin müəllim bilirlər, uşaqlar. Bunlar bizdən 1-2 yaş böyüydülər. Biz ərköyün idik. Amma Rəhim ərköyünlüyündən istifadə eləmirdi. Düz mən eləyirdim, amma Rəhim yox. Rəhim çox əsl, necə deyərlər, insan adamı olub, vətənpərvər olub. Burada onun ictimai fəaliyyətindən, siyasi fəaliyyətindən çoxlu danışırdı. Mən təkrar eləmək istəmirəm. Əsl vətən oğludur, gözəl insandır. Şimali Cənubi Azərbaycanın fəxridir. Öpürəm səni, təbrik edirəm. Sağ ol, Akif. Təşəkkür ederim. Vahidin Əziyə söz verirəm. Bizim yol qəzetinin başlayacaq. Buyur Vahid. Rəhim müəllim, mən mətbuat şöbəsində tanımışam. Üst-üstə götürsək, bir 3-5 cümlə ancaq bir-birinə söz vermiş. Yəni, elə yaxından, dərindən tanımamışam, ancaq münasibətli, həlimliyi, insana olan istir yanaşması həmişə belə deyəkdə mənim yadımdadır. Xüsusi bir hörmət sayılı gəldi. Bizim nəsil nisbətən sonraki nəsildə, jurnalistikada, yazıda, pozda iş yeri gətirib ki, biraz yaşlı nəsillə bizim aramızda və bizdən sonraki arasında biraz belə qəribə bir bəzən yaddaşma var deyim, bir-birimizi yaxşı tanımırıq mı deyim, olur belə şey. Ancaq müəyyən adamlar var ki, onlar bizim həm böyüyümüzdür, həm də ki dostumuzdur, yəni həmkarımızdır. O baxımdan Rəhim müəllim qiymətli adamdır. Həm də deyirlər ki, yoldaşlığı, dostluğu göstər. Mən Əli müəllimi çoxdan tanıyıram. Əli müəllimin xatirələrini də eşitdiyim sizinlə onun haqqında. Bu da özü çox təəssürat yaratdı. Mən sizi təbrik edirəm. Siz çox dəyərli bir insansınız. O məktublar şöbəsində bu bir şey demək istəyirəm. Bizim bir qəzetdə məktublar şöbəsi müdürü var, bir yerdə işləyirik. Deyirdi ki, sizdə nə var ki, yazırsınız,
Verirsiniz gazetede, çık geçti evinizde yatırsınız. Ben işi eve aparıyorum. Mektuplar yedirdi, eve de aparıyorum. O mektuplar şöbesi çok ağır bir iş değil. İnsanların ürək görüntülerini duymak bakımından da siz kıymetli insansınız. Ben bir daha tebrik ederim. 75 yaş. İnşallah belediyede çok balaca bir rəqəmdir. Daha böyük rəqəmlər arzulayıram. Sağ olun. Sağ olasın. Sağ ol, Faizim. Teşekkür ederim. Burada bizim Dünya Uzmanlar Kongresi'nin kurucularından olan Qənimet müəllim iştirak ediyor. Buyurun Qənimet müəllim. Teşekkür ederim. Hamınızı sağlayıram. Ben oradan da bugünkü gün benim için çok alametlerdi. Ama səmimi deyirəm, Rəhim müəllimə nə qədər böyük məhəbbəti və sevgim olmasıyla beraber çıxış eləmə fikrində deyildim. Ama yenə məsəl üçün gördük ki, məsələn, bu vəziyyətə Rəhim müəllim mənim üçün kimdir? 21 Azərin ideyasını daş saflığıyla, gözəlliyinə, mübarizliyinə, növbəti nəslə çatdırmış, dönməz, sınmaz, əyilməz, mərd bir insandır. Ona görə də bu insanı tanıdıqdan bəri həmişə bir hörmət və ehtiramla yaxınlaşmışam. Bugünkü gündə üzünə qalsa məni Əli müəllim dəvət elədi. Burada bu insanın sevincinə şərik olmaqla böyük qürur duyuram. Bu Güney məsələsi bizim ən yaralı yerimizdir. O dərəcədə yaralı yerimizdir ki, bilirsiniz, dünyada bölünmüş millət çox azdır. Mən o Dünya Azərbaycanlar Konqresində çalışanda BMT səviyyəsində bir işlə məşğul olduq ki, dünyada hansı bizim üçün işi ucu var ki, bunları birləşdirmək yoxsa nə? Amma BMT-nin nizamnaməsində belə bir qayda var. Bölünmüş millətlərin bütövləşməsi. Bunun məsəl üçün, əsas məsələdir, oldu. Mən əlbəttə bugünkü Günas TV-nin dəfələrlə çıxış eləmişəm orada. Bu məsələ mənim üçün əziz məsələ olub. 7 qurultayda demək, məsələ burada çox çalışmışıq. 7 qurultaydan sonra bizim orada qoyduğumuz şərt nədən ibarət idi? Kənardan heç kəs o təşkilata pul verməyəcək. Hər öz pulu ilə gəlib iştirak edəcək, şəxsi pulu ilə. Kənardan pul verən adam sonra sənə öz qaydalarını diktə edəcək. Bunun aksi olmadı. İkinci vacib məsələn şərt nə idi ki, bizim orada Dünya Azərbaycanlar Konqresinin sədri həmişə Güneydən olmalıdır, başqa tərəfdən olmalıdır. Bunun da səbəb odur ki, çoxlu oradaydı. Azərbaycan türkünün tarixini həll edən Güney türkləridir. Bir tarixi şərait gelişib, bizimkinin rolu öz yerində, o birisi öz yerində. Bir halda çoxdur, onun arxasınca düşmək lazımdır. Ama çox təəssüflər olsun ki, 7-ci qurultaydan sonra o sədr məsələsini dəyişdiklərinə görə mən oradan bir dəfəlik tərk elədim, oradan çıxdım. İndi bilirsiniz, Azərbaycan türkçəsinin dilində mən bildiyim, mən israfçıyam. Mən bu sahənin adamı deyiləm. Bizdə çox gözəl bir söz var. Bir çoxlu məsələsi belə. Deyir ki, uduzan udar, udan udmaz. Sözə fikir edirsiniz? Uduzan udar, udan udmaz. Bir də baxsaq bir belə qəribə söz də var. Deyir, qumar oynadan udar, oynayan udmaz. Məsələ bizim siyasi mübarizədə məsələ nədir? Pişəvari hərəkəti, 21 Azər hərəkəti. Bütün Güney Azərbaycanlıların və onun mahiyyətini anlayanlar üçün qeyri-adi, gözəl bir tarixi həqiqətdir, təcrübə üçün. O tarixin əməllərini, növbəti orada düzlərimizi, səhvlərimizi ortaya qoyub çıxartmalıyıq ki, nədir?
Dedi, mən dörə-dörə üzr istəyirəm, bu söhbət də uzun olmasın Biraz deyə. imkan verin. Qısaca bircə dənə söz deyirəm. Mən Sizin üçün ayrıca bir konferans sonra təşkil edəcək. yox, yox. Mən Rəhim müəllimi təbrik edirəm. Can sağlığı arzulayıram. Ən xoş arzular diləyirəm. Ən böyük arzu nədir? Rəhim müəllimi arzuladığı ən böyük, bütün həyatının, həyatının mənası olan bütöv Azərbaycanın ortaya gəlməsi mümkün olsun. Çox sağ olun, təşəkkür edirəm. Yediği değere göre, kıymete göre. Siz xüsusi ziyalar sizə seçilən insanlardan birisiniz mənimcə. Çünki burada deyilən sözlər pek de azdır. Bunun arzulamasıyla deyək olardı. Siz həm qələm sahibi olmaqla beraber, sən yoldaşlarsa, bir cəmiyyətin özündə bütün sahələrdə, hansı biz o dövrdə rayonlara gedəndə, hamısı bizim başımıza yox. İlavəsə Rəhim müəllim deyib, onu başa tutuşurlar. Bu Rəhim müəllimi kütlə qazanında böyük hörmət. Mən bunu görürdüm. Və sevinirdim. Sevinirdim ki, bir də Rəhim müəllimin böyük kütləçində sevinclə qarşılanan, ona həm dost, həm qardaş demişəm. Onunla mən bir yerdəyəm. Bir gündə də Rəhim müəllimlə bir yerdəyəm. O qələm sahibidir, mən səhərçiyəm. Qələm sahibi burada qəşəng söz səsləndə, yəni qısa eləmək istəyirəm deyə biraz qısa eləyək. Temirbəy əsabələrdən soruşdu ki, bax bu nəslin gücü nədədir? Deyir ki, sözdə, təsəvvür edir, söz o qədər güclüdür ki, o bütün dünyanın axarına bu tərəfə qədər maneələri aşır. Və bizim qələm sahiblərin dediyi sözlər dünya mətbuatında, o cümlədə Rəhim müəllimi yazdığı bütün nə varsa, hamısı mən baxıram ki, həm sevilir, həm dəyərlənilir, həm qiymət verilir. Bir gün də bütün ziyalarla bərabər də ona yaxın olan, ona dost deyib, qardaş deyib, bir məclisində iştirak edib, mən uzaqda ona nə arzulayardım? Arzulayardım ki, burada səsləndi ki, bizim şair kimi ömür 80 illiğini keçir. Allah ona elə bir ömür versin. Həmişə onu sağlam, bir daha deyirəm, sağlam, sədası gəlsin ki, Rəhim müəllim cümrahtır, Rəhim müəllim yenə qələm sahibidir, Rəhim müəllim yenə bu günləri öz sayəsindədir. Rəhim müəllimə bizə inə belə nə arzular qalıb ki, biz onu arzulayaq. Arzum ancaq Allah Teala'dan bu 50 gündə, gün 50 gündür. Dövrümüzün ən gözəl günlərin biridir. Sizə can sağlarsınız Rəhim müəllim. Həmişə sizə gülmək görək. Həmişə sizi belə sağlam görək, bir daha təbrik edək sizə. Çox sağ olun, təşəkkür edirəm. Bizim indi bu süfrə arxasında da çay süfrəsi söz demək imkanımız olacaq. Ona görə təkid eləməsəz, bir-iki çıxışçı da olsun, Rəhim müəllim özü də danışsın. Sonra çay içək. Fərman Nəbiyev bizim Mingəçevirdən gəlib, Azərbaycanın əməkdar jurnalistidir. Bugün də Əhməd müəllimdən xeyli danışdım. Barəndə Ligürə ilə durulacaq o məsələlər. Pək sağ olun. Durra. Mən də burada olmaqdan məmnunam. Rəhim müəllimi 2000-ci ildən o zaman bölgədə bir şartlar yaratdı, bölgə məmnunluğu və Rəhim müəllim 2000-ci ildə bir 40 səhifəsi yaratmışdı. Mən bir də əvvəl mən Mingəçevirdən yaratmışdım. Cənubda Zahid müəllim masallı xəbərini yaratmışdı. Sonra bizi o zaman Ruh Cümhuriyətinin Mütəz Komitəsi vardı. Bizi tez-tez bölgələri dəvət edirdik, xüsusən Navrana gelirdik. Və biz Rəhim müəllimlə orada o tədbirlərdə tez-tez görüşürdük. Sonra mətbuat şurası yaranından sonra bir gün mətbuatın təcrübəsində buradadır. Bir ildən sonra dedi ki, məsələn mən sənin də, Zahiri də sizdən Rəhimdən qabaq tanıyıram, amma mən Rəhim müəllimisi niyə yanına gəldim? Çünki o daha təmkinlidir, daha səbirlidir, daha qətiyyətli qərar verməyə bacarır. Yəni Rəhim müəllim mətbuat şurasında olanda ümumiyyətlə xüsusən də bölgə ilə bağlı qarış-qarış gəzir. Məsələn, istəyir bizim bölgədə problemlərimiz var ki, gəlirdi şəhərə, hətta icra başçısının qəbulunda dayanırdı ki, məsələn, bu problemi həll eləmək lazımdır. Yəni, bu adam bölgə mətbuatı üçün əlindən gələni eləyirdi. Məsələn, biz onun əziyyətinin dəfələrlə şahid olmuşuq. Mən Rəhim müəllimi doğrudan da təbrik etməkdən məmnuram. Rəhim müəllim, Allah sizə ömür versin. Deyir, hər kim 100 il yaşamasa günah onun özündədir. Allah sizə 100 il ömür versin və sizin 100 illiyinizdə mətbuat şurasında ondan da böyük tədbirlərdə qeyd edək. Fərman, çox sağ olun, təşəkkür edirəm. Zahid müəllim, danışmaq istəyirsən yoxsa çay süfrəsində? Çay süfrəsində. Onda indi Elbrus müəllim danışmaq istəyirsiniz. Buyurun.
Çox sağ olun, söz verdiyiniz üçün. Mən bu gözəl elm adamlarla qabağında tanışmağım, elm dilində bir o qədər də ədəbsiz çıxmasın. Əksər yoldaşları mən burada tanıyıram, başda Əflatun müəllim olmaq şərt ilə, çünki bir neçə xeyir işlərdə bir yerlər olmuşuq Rəhim müəllimin xeyir işlərində. Sadə elm dilində deyərdim, əziz qardaşım, səni təbrik edirəm bu yubiley münasibəti ilə. Təbrik edirəm bu yubiley münasibəti ilə. Sənə sağlam can sağlığı arzu edirəm. Qoy nə arzuların var, həyatda yerinə yetsin. Məni bağışlasınlar, çünki jurnalistlər devlətimizin, vətənimizin özəyidir. Sözünü deyən o sütunudur. Cənab Prezident də həmişə sözünü deyən, vətənimizi dəstəkləyən, dövlətimizi dəstəkləyənlərin arxasındadır. Təşəkkür edirəm bir daha. Sağ olun, diqqətinizə görə söz veriyorum. Çox sağ olun, çox sağ olun. Deməli, burada Rəhim müəllimin qızı Nurhanə Qamışlayır, akademiyada işləyir, burada iştirak edir. O da bir kəlmə desin. Buyurun Nurhanə xanım. Sağ olun, herkese. Yaxın yer. Həyəcanlanma. Yox, həyəcanlanmıram. Bugün mən Rəhim Seyidzadənin qızı Xurşiməndi Nuranə olaraq çıxış edirəm. Yəni, öz ata-baba familiyamızın... Sən familiyanı saxlamırsan? Saxlamışam, bəli, Xurşiməndi. Yəni, çünki firqə nəslinin davamçısı olmaq mənim üçün bir fəxirdir. O ad hər zaman mənim üzərimdə getməlidir. Bugün mən Tarix İnstitutunun kiçik elm işçisi və Bakı Qızlar Universitetinin baş müəlliməsi olaraq çıxış edirəm qarşınızda. Əvvəlcə tədbir təşkilatçılığına görə Rəşad müəllim sizə, Fatih müəllim sizə dərin minnətdarlığımı bildirirəm. Mən sizləri tələbəlik illərindən tanıyıram. Eləcə də burada əyləşən dəyərli elm alimlərin, ziyalıların, yəni tanış simalardır, hamısı uzun illərin tanışlıqları var. Və bugün mən atamı bir övlad olaraq qiymətləndirmək istəyirəm. Yəni onun əməkdar jurnalist fəaliyyəti və firqəçi olaraq, demokrat firqənin sədri olaraq fəaliyyəti bu onun peşəkar bir tərəfidir. Amma bir ailə içərisində ata olaraq onu dəyərləndirmək istəyirəm ki, uzun illər öncə Fatih müəllim, siz bizim ailəvi bir 20 ildən çox biz tanışıq. Bəlkə 25-26 ilə söykənir bizim tanışlığımız və bizim ailəmizin içərisi olaraq sizi hər zaman görmüşük, doğum olmuşsunuz bizə və şad günümüzdə də, pis günümüzdə də hər zaman bizim yanımızda olmuşsunuz və hər zaman da bir kəlmə deyirdiniz ki, Rəhim müəllimdə Əflatun müəllimi qiymətləndirdiyi bir xüsusiyyət var, sadiqlik. O, hər insana nəsib olunur, o sadiqlik. Həm öz əqidəsinə sadiq olmaq, həm dostluqda sadiq olmaq, dost olaraq arxadan, kürəkdən zərbə vurmamaq, bunu siz hər zaman yüksək qiymətləndirirsiniz və bugünkü tədbir də təbii olaraq 25-26 il dostluğun sədaqəti nümunəsi olaraq təşkil olunurdu. Və ona görə də mən atamın o sadiqliyinə görə ona minnətdaram. Bu irsən keçirdi onun övladlarına da, nəvələrinə də. Və bu sədaqət nümunəsi mən 2007-ci ildə mənim anam dünyasını dəyişəndə görülür ki, övladlarına sahib çıxdı, övladlarını atmadı. Və indiki gündə də düzü səhhətinə bağlı problemlər var, özünüz bilirsiniz də illər ərzində hər dəfə müəyyən problemlər yaranır səhhətində. Amma bununla belə bugünkü gündə də bu insan bizim yanımızdadır, övladların yanındadır, nəvələrinin yanındadır. Və bir anda olsun bezərək demədi ki, of, siz mənə yüksünüz. Bu kəlməni biz ondan heç vaxt eşitmədik. Bu, sadiqliyinə görə mən atama sənə minnətdarlığımı bildirirəm. Sənin səhhətində problem yarananda biz özümüzə gələ bilmirik. Hətta bu yaxınlarda bir sağlığına bağlı müəyyən problem oldu ki, inan onun otağının qarşısına mən keçə bilmirdim. Evdə yox idi, müalicə alırdı. Qarşısından keçə bilmirdi, mənim gözlərimdə olurdu ki, yəni mən atamı hər zaman sağ-salamat görmək istəyirəm. Yaşlı fərqi yoxdur. İstər 70 yaş olsun, istər 75, istər 80 yaş. İnşallah 80 yaşı qeyd edəcəyik Təbrizdə. İnşallah.
Əsas odur, sağlam can arzulayıram sizlərə. Sağ ol, yaxşı övladsan sən də, təşəkkür edirik. Nurana xanım Mətbuat Şurasında fəaliyyəti var, layihələrdə iştirak edir. Yəni Rəhim müəllimin özünə söz verək, bir kəlmə danışsın, sonra bizim tortumuz orada hazırdır. Onu kəsib belə... Kim təkid edir Başta sizin olmalarına sağ olun. Çok sağ olun ki Rəhim müəllimə bu gözəl günə yığışıb bu günü qeyd edirsiniz. Mən Rəhim müəllimə deyəcəyim sözlər çox sevindirici sözlərimdir ki, sevinirəm ki, Rəhim müəllim həqiqətən bu cəmiyyətdə gözəl ad qoyub. Mən sizi təbrik edirəm. Can sağlığınız edirəm. Həmişə də gözəl sədalarınız gəlsin, gözəl əməllərinizlə həmişə fəxr edəsiniz inşallah. Çox sağ olun, təşəkkür ederim. Buyurun Rəhim müəllim, buyurun. Əminə xanım, bizim orada tortumuz, şamımız var, yoxsa kəsəcəyik, yoxsa yox? Kəsmişsiniz. Kəsəcəkdir. Orada kəsəcəyik. Ya, buyurun Rəhim müəllim. Biraz geri çək. Həyəcanlanma. Kövrəlmə. Yaxşı göstərin, yaşı qarşı. Maşallah. Qazancım elə bunlardır. Baxırsan ki, adam gəlir yaşla 40-a, 50-yə, 60-a, 70-ə. Sonra görür ki, böyündə heç kəs qalmır. Amma maşallah mən görürəm ki, çox böyük qüvvəm var, çox böyük insanlar var. Mən dost seçməkdə yanılmamışam. Mən Əflatun mənim, sizə görə yanılmamışam. Sizə görə yanılmamışam. Sağ olun. Hamınıza görə. Hamınızı qadağızla. Qada görməyəsiniz. Sözüm bu qədər. Rəhim müəllim, alqışlayın. Əflatun müəllim, siz də keçin tort gətirmişsiniz. Rəhim müəllim orada bir tortu üfürək. Kızlar, siz də keçin. Gəl bura. Şah götürsünüz. Şamlar var, şamlar yapışı. Belə kəsmə. Belə kəsmə. Kəsin elə. Şuna belə kəsmə. Hemen şakalıklı yerim onları da Kəsin, bizə də elə kəsmə. Biz də gələ. Təbrik. Onlarda tədbir aşıya olmuyor. Təbrik edirik. Təbriklər. Gələcəm. Momentləri tutun, moment. Niyə də yox? Rəhim müəllim. Babanın şərəfinə bir dənə yaxşı Ben nə istəyirəm ki? Yox. Şüşə mənə dar gəlir, olur belə istəyir. Onu bilmirəm. Nə küçələrə süsətmişəm bilirəm. O da olar. Diqqət. Rəşad mən gələm bura. Sən oxu. Rəhim müəllimin Rəşad müəllim. Rəhim müəllimin nəvələri Rəhim müəllim şəhərinin mahnısı. Mahnı oxuyun. Əla. Başlayın. Ümid edirəm tək oxumayacaq. Gəl. Hansı mahnı? Bizdə bilsə sözlərimiz də oxuyun. Siz başlayın. Tamam olmaz. Siz başlayın, ama başlayacaqsınız, davam edəcəksiniz. Olar. Gel
Təbrizin yolları dolan oxuyacaqsınız. Onda Əli müəllim də bizə qoşulacaqdı. Təbrik edirik.